Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elmir Əbilovun barəsinə olan hökmündən verilən apellyasiya şikayətinə baxılıb. İttihama görə hadisə Göygöl rayonunun Üçtəpə kəndində yerləşən Üçtəpə Qızılca kənd bələdiyyəsi inzibati binasında baş verib. Belə ki, Elmir Əbilov bələdiyyə sədri zərərçəkmiş Fuad Əliyev və kənd ərazisində inşa etdirdiyi obyektdə usta göndərməli olduğunu və ona kömək etməyə borclu olduğunu bildirərək bələdiyyə binasına gəlib. Elmir bələdiyyə sədrinin sifət və baş nahiyələrinə zərbələr endirib. Eyni zamanda bələdiyyə sədrinə 163 manat məbləğində maddi ziyan vurub. Təqsirləndirilən şəxs mühafizəçiyə də hücum edib, stulla zərbələr endirib. Rayon məhkəməsi ona 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və Elmir Əbilovun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Qərara əsasən apellyasiya şikayəti təmin edilib. Rayon məhkəməsinin hökmü dəyişdirilib. Həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunub. Elmir Əbilov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o məhkəmə iclası zalında həbsdən azad edilib.